Salamlar hər kəsə. Bu bizim web proqramlaşdırma dərslərimizin ikinci bölməsidir. Bu dərsdə əvvəlcə web proqramlaşdırmanın nə olduğunu, sonra isə HTML-ə giriş edib ilk web səhifəmizi yazmağı öyrənəcəyik. Web sayt necə işləyir? Təsəvvür edin ki, brauzerə daxil olduqdan sonra www.google.com yazdıqdan sonra bu anda sənin kompüterin internet vasitəsilə Google-un serverinə sorğu göndərir. Server isə sənə cavab olaraq HTML, CSS və JavaScript-dən ibarət bir web səhifə göndərir. Sənin brauzerində bu kodları oxuyaraq vizual bir səhifəyə çevirir və sən onu görürsən. Yəni web sayt sadəcə bir neçə faylın brauzerdə düzgün formada göstərilməsidir. Web saytlar iki bölməyə bölünür: frontend və backend. Frontend nədir? Frontend istifadəçinin birbaşa qarşılaşdığı hissədir. Yəni web saytın görünən tərəfi, düymələr, şəkillər, mətnlər, menyular hamısı frontendə daxildir. Frontend texnologiyalarına HTML, CSS və JavaScript daxildir. HTML səhifənin quruluşu, CSS dizayn, rənglər, ölçülər, JavaScript isə dinamiklik və funksionallıqdır. Məsələn, düyməyə klikləyəndə nəsə baş verməsidir. Backend nədir? Backend isə səhnə arxasında işləyən hissədir. Məsələn, sən sayta giriş edirsən, parolunu yazırsan, bu məlumat serverə gedir, yoxlanılır və nəticə geri göndərilir. Backend texnologiyalarına isə Python, PHP, Node.js, məlumat bazalarına isə MySQL, PostgreSQL və Mongo database daxildir. Backend web saytın ağlı kimidir, frontend isə onun üzüdür. Web proqramçı nə iş görür? Web proqramçı, frontend proqramçısı yalnız görünən hissəni kodlaşdırır. Yəni, hal-hazırda Google-un gördüyümüz hissəsini frontend proqramçı kodlaşdırır. Backend proqramçısı server və verilənlər bazası ilə işləyir. Full stack proqramçı isə hər iki hissəni bilir və tətbiq edir. İndi isə keçək HTML dilinə. Bu frontendin əsasını təşkil edən ilk və vacib dildir. HTML nədir? HTML Hypertext Markup Language sözlərinin qısaltmasıdır. Bu dil web səhifənin skeletini, yəni quruluşunu təyin edir. HTML ilə sən başlıqlar, mətnlər, şəkillər, linklər, siyahılar və s. əlavə edə bilərsən. Unutmayın ki, HTML proqramlaşma dili deyil, sadəcə işarələmə dildir. Yəni sadəcə brauzerə nədir onu bildirir. Burada HTML və CSS-in nə rol oynadığını görürük. HTML saytın skeletidir, CSS isə ona bəzək verən hissəsidir. Biz keçən dərsimizdə index.html faylını yaratmışdıq. İndi isə bu faylın içərisində düzəlişlər etməyə başlayaq. Əvvəlcə sağ klik edib Open with Visual Code edirik. HTML strukturlarında standart quruluş olur ki, hansı ki doctype HTML tagi ilə başlayır, HTML tagi ilə açılır, HTML tagi ilə bağlanır, ortada head bölməsi olur və body bölməsi olur. Gəlin bunları hamısını ayrı-ayrılıqda tək-tək yazaq. İlk öncə bunun qısa yolu ilə necə yazdığımızı göstərim. Shift düyməsi ilə nidanı basılı tutduqdan sonra Enter-i vurduqda Visual Studio Code bizim yerimizə bunu tamamlayır. Burada doctype HTML bu faylın HTML faylı olduğunu bildirir. HTML tagləri arasında bütün HTML sənədi bu elementin içində olmalıdır. Head tagləri arasında sayt haqqında texniki məlumatlar göstərilir. Head tagləri arasında 2 meta və 1 title tagləri görürük. Meta char set nədir? Səhifədəki mətnin hansı simvol cədvəli ilə oxumaq lazım olduğunu bildirir. Yəni UTF-8 dünyanın bütün dillərini, o cümlədən Azərbaycan və Türk əlifbasını dəstəkləyən kodlaşdırmadır. Əgər bu tag olmazsa, ə, ü, ö, bu tərz hərflər düzgün görünməyə bilər. Həmişə faylın head tagləri arasında əlavə edilməlidir. Bu bölmə nə üçündür? Bu kod mobil cihazlarda saytın ekrana uyğun şəkildə görünməsini təmin edir. Viewport istifadəçinin ekran sahəsidir. WizDevice cihazın ekran ölçüsünə uyğunlaşdırır. Scale 1 isə səhifənin başlanğıc böyüklüyünü 100% edir. Əgər bu olmazsa, sayt mobil cihazlarda çox kiçik və qeyri-uyğun görünə bilər. Title tagləri arasında yerləşdirilən dokument yazılı bölmə isə browserin tabında görünən başlıqdır. Saytın axtarış nəticələrində necə göründüyünə təsir edir. Yəni SEO üçün çox vacib məsələdir. Hər HTML sənəddə yalnız bir dəfə istifadə olunur. Hal-hazırda burada gördüyünüz dokument Visual Studio'da title tagləri arasında yerləşən dokumentdir. Gəlin bunu dəyişək. Kanalımızın adını yazaq. Səhifəni yenilədikdə, daha sonra bu bölmədə Codere yazısını görmüş olarıq.
body tagləri arasında saytda görünən əsas məzmun qeyd olunur. Gəlin bunu daha yaxşı dərk etmək üçün nümunələr yazaq. Yazırıq H1. H1 tagi içində kod R yazırıq. Və bunu gəlib browserdə çalışdırdıqda H1 taginin görüntüsü bu cür olur. H2, H3, H4, H5 və H6. Daha yaxşı başa düşməyiniz üçün hər tagin arasında eyni yazını yazıram. Gəlib səhifəmizi yeniləyirik. Və gördüyünüz kimi H1 tagi, H2 tagi, H3, H4, H5 və H6 ən balaca H tagidir. Gəlin P tagi haqqında danışaq. P yəni paraqraf etiketdir. Paraqraf etiketi HTML-də mətin blokları yaratmaq üçün istifadə olunan etiketdir. Yəni bir və ya bir neçə cümlədən ibarət paraqraflar göstərmək üçün bu tagdən istifadə olunur. Nümunə olaraq mətin yazmaq üçün lorem 10 yazıb 10 sözlük burada mətin yaza bilərik. Bu heç bir mənası olmayan sözlər toplusudur. Bura lorem 20 yazsa 20 sözdən ibarət mətin çıxacaq. Gəlin indi bunun browserdə necə göründüyünə baxaq. Bu kod browserdə bir sətirdə görünəcək və aşağısında avtomatik boşluq buraxacaq. Çünki P tagi blok element sayılır, yəni həmişə yeni sətirdən başlayır. İçindəki mətnin ətrafında avtomatik olaraq yuxarıdan və aşağıdan boşluq olur. Növbəti dərsdə HTML-də şəkil, link və siyahı əlavə etməyi öyrənəcəyik. Əgər bu dərsi bəyəndinsə, videonu bəyənməyi və şərhdə fikirlərini bizimlə bölüşməyi unutma. Sağ olun, salamat qalın.